Salam, axşamınız xeyir, hörmətli YouTube və TikTok izləyiciləri. Sizləri yenidən xoş gördük. Bura Gəncə şəhərdir. Gəncə şəhərində deməli 36 nömrəli orta məktəbə yaxın bir ərazidə, yəni iftaroçası demək mümkündür. Bax, belə bir 4 sot torpaqda belə bir deməli həyət evi satılır. Hal-hazırda siz deməli təmirini görürsünüz, yəni təmirsizdir. Bax, bu sözün polları çox möhkəm materialdır. Təmirsiz deyəndə, yəni bax burada belə bir kraska məsələsidir, bir də aboy məsələsidir. Otaqlardan birini göstərirəm. Kör otaq yoxdur. Sənədi çıxarışdır. Yəni asan xidmətdə alqı-satqıya gedən sənəddir. Bax, belə bir daşınmaz əmlakın qiyməti 63.000 manatdır. Ancaq onun deyim ki, ev sahibi tərəfindən belə bir xahiş olunub ki, konkretni alıcı üçün konkretni razılaşma olmalıdır. İndi isə mən sizə deməli zalını göstərirəm. Bax, bura ikinci zaldır. Yenə təkrar edirəm. Polları çox möhkəm materialdır. 36 nömrəli məktəbin yuxarı hissəsində yerləşir. Yəni bildiyiniz kimi 36 nömrəli orta məktəbin qarşısından 25 nömrəli marşrut işlər Köhnə Cavadxan küçəsindən. Bax, həmin küçədən bu həyət evinə qədər olan məsafə maksimum 150 metrdir. Bu söz ən uzağı. İndi isə darvazadan giriş hissəsini görürsünüz, yəni darvazasını görürsünüz. Bax, burada vəziyyət bir balaca başqa cürdür. Yəni həqiqətən görürsən ki, təmirə ehtiyacı var. Bir balaca dedikdə, yəni həqiqətən də adam yaşamadığına görə belə demək olur, bir balaca demək mümkündür. Səliqəsizdir. Hal-hazırda yenə təkrar edirəm, vəziyyət bu cürdür. Bura isə deməli ikinci böyük otaqdır. Buranın ölçüsü çox böyükdür. Sənədi çıxarışdır. Asan xidmətdə alqı-satqıya gedən sənəddir. Köhnə Cavadxan küçəsindən indi isə deməli bax, həmin 36 nömrəli orta məktəbin qarşısından keçən küçə deməli məşhur şairimizin adınadır. Bax, həmin küçədən bu həyət evinə qədər olan məsafə maksimum 150 metrdir. İndi mən sizə deməli bu həyət evinin bağçasını göstərim. Qarşıda gördüyünüz deməli barıdan sonra hayva ağacıdır, incir, deməli nar və fındıq ağaclarını görürəm. Həmin ərazi bax bu həyət evinə aiddir. 4 sotdur. Deməli barıdan sonra olan ərazidə bu həyət evinə aiddir. Bura isə bax, hal-hazırda belə bir vəziyyətdədir. Deməli, bu otağın alt hissəsi badvaldır. Bax, belə bir daşınmaz əmlakın qiyməti 63.000 manatdır. Qiymətində mütləq razılaşma olmalıdır. İndi bax, ev hal-hazırda gözlənilmədən çəkildi. Hal-hazırda necədir, o cürdə çəkirəm. Bax, belə sizlərə uğurlar.